İbn Teymiyyə Allah ondan razı olsun deyir ki, istiğfar Allahdan bağışlanma diləmək ən böyük həsənətlərdən, yəni salih yaxşı əməllərdən biridir. Kimdir öz sözündə, əməlində, halında, ruzisində, qəlbinin çevrilməsində təqsir, müqəssirlik hiss edirsə, naqislik hiss edirsə, o zaman ona vacib olan tövhid və istiğfardır. Yəni çoxlu istiğfar diləsin. Allaha yönəlsin, tövhidini təzələsin, yeniləsin. Sözündə, əməlində, həyatında, halında, ruzisində naqislik görən insan istiğfarı çoxaltsın, tövhidini artırsın. Hətta oradan da belədir, subhanallah. Bax, Allah-u Teala necə yerdə bizə ondan bağışlanmağı tələb etməyə əmr edir. Nə qədər yerdə bax, ayələr var, hədislər var ki, Allah Teala bizə əmr edir ki, Allahdan bağışlanma diləyin. Nə deyir Allah-u Teala? Deyir, ey Adəm övladı, əgər sənin günahların səmaya qədər qalxsa, o qədər çox olsa və sən məndən bağışlanma diləsən, mən səni bağışlayarım, heç məhəl də qoymaram. Ey Adəm övladı, sən gecə gündüz mənə asi olursan. Məndən bağışlanma dilə ki, mən səni bağışlayayım. Subhanallah. Allah Teala bizə əmr edir, buyurur ki, məndən bağışlanma dilə, mən səni bağışlayayım. Gecənin son 3/1-də Allah Teala dünya səmasını indir, mömin üçün, ona şərəf olsun deyə. Onun ehtiyaclarını qarşılamaq üçün Allah Teala nə deyir? Deyər, məndən bağışlanma diləyən varmı, onu bağışlayayım. Mənə dua edən varmı, duasına cavab verim. Məndən istəyən varmı, ona istədiyini verim. Bax, Allah Teala'nı görürsən, yəni məğfirət qapısı genişdir. Vallahi eləsək, Allah həqiqətən bağışlayacaq.